Hər vaxtınız xeyirli olsun. Xırdalanda mərkəzi yoldan 100 metrə aralı məsafədə kupsalı 3 otaqlı həyət evi satışa çıxıbdır. Ev tam təmirli vəziyyətdədir. Bax, belə bir evin həyəti qalıbdır ki, maşın rahatlıqla həyətinə yerləşir. İstinə sistemi, kombi sistemi də həyətinə trap xətt çəkilib. Kommunal xəttlərin hər biri çəkilib. Hətta sayğaclar belə hər biri qoyulubdur. Yəqin mən sayğaclardan çöldən evin görünüşünü də göstərmək istədim ki, bax, bura yoldur. Yoldan sola dönürsən ki, artıq mərkəzi yola çıxırsan. Belə bir darvazası görünür, belə həyəti qalıb. Sənəd qeyd etdiyim kimi kupsadır, notarial qaydada alqı-satqıya gediləcəkdir. Ev kürsülü evdir, geniş belə bir dəhlizi var evə daxil olduqda. Sol tərəfdə belə bir hamam otağı yerləşir, metlaq kafelidir. Göründüyü kimi aksiyonlar alıcı və satıcı arasında razılaşma yolu ilə qoyula bilər. Belə bir geniş dəhlizi var ki, bax, burada da rahatlıqla şkaf da yığmaq olar. Və burası geniş bir zal otağı. Otaqların hər biri genişdir, işıqlıdır. Belə bir zal otağı, döşəməsi laminatdır. Tam təmirli vəziyyətdədir ev görüldüyü kimi. Və buradan da görünüşü, yəni həyətə baxışı. Bax, bir mərkəzi yol kənarında olan binanın da artıq onu da göstərim ki, binaya da tam yaxın, yəni mərkəzi yola tam yaxın bir yerdə. Bura bir yataq otağı. Burası ikinci bir yataq otağı, ümumi üçüncü bir otaq. Göründüyü kimi otaqlar genişdir və burada isə mətbəxi yerləşir. Belə bir mətbəxi. Evin başlanğıc qiyməti 66.000 manat deyilir. Real alıcıya endirim olunacaqdır.